Hər vaxtınız xeyir, Sağlam Radio 93 FM dinləyiciləri. Qarşıdakı bir saat ərzində Upside radio dalğalarına rəng qatmağa gəlir. Bu dəfəki mövzumuz sürətli idman növü ilə bağlıdır və səsini də bir neçə həftələrdən sonra eşidəcəyimiz bir qonağımız var. Çox keçmədən qonağımıza təqdim edeyim. Siyavuş Əliyev bugün qonağımızdır. Xoş gəlmisiniz Siyavuş müəllim. Xoş gördük, xoş gününüz olsun. Bu həftədən etibarən Formula 1 üzrə Avstraliya Grand Prix'si start götürüləcək və mövsüm üçün 16 mart tarixindən baş tutacaq və mövsüm üçün təxminləriniz nədir? Və Avstraliya Grand Prix'sindən nə gözləyə bilərik? Əvvəla Formula 1 üzrə çempionat başlayır. Bu da Zəhmət olmasa biraz mikrofona yaxın. Formula 1 həvəskarları üçün sözsüz ki bayramdır. Çünki demək olar ki 3 aydan da çox bir vaxt keçir. Fasilə var idi və bu fasilə ərzində bu Formula 1 həvəskarları darıxıblar. Sürət üçün, maşınlar üçün, bolidlər üçün və bu proqnozlar əlbəttə ki vermək çox çətin məsələdir. Çünki keçən ilin çempionatı elə bir çempionat oldu ki, son illərin ən maraqlı yarışlarından, çempionatlarından biri idi. Və keçən ildə gözlənilirdi ki, bu ilki ondan da maraqlı olmalıdır. Çünki 2026-cı ilə qədər bildiyiniz kimi demək olar ki, ciddi dəyişikliklər olmayacaq. Komandalarda bax bu müddət ərzində gəlib bir qədər bərabərləşiblər. Yəni güclər, sürətlər komandalarda bir qədər bərabərləşib. Gələn il haqqında ümumiyyətlə proqnoz vermək çətin olar. Ancaq hər il mövsüm başlamazdan əvvəl hansısa bir komandanın güclü olduğunu əminliklə söyləmək mümkün olurdu. Bu il də bunu etmək mümkündür. Çünki keçən ilin ayından sonra, ümumiyyətlə keçən il yox, ondan əvvəlki ildən başlayaraq McLarenin çox ciddi bir irəliləyişi olub. Və bu irəliləyiş nəticəsində də hal-hazırda komanda favorit göstərilir. Keçən ilin Mühəndislər Kubokunda çempion olan bir komandadır. Bu il də əsas namizəd sayılır ki, qələbə qazansın. Düzdür, Formula 1-də bildiyiniz kimi əsas o Mühəndislər Kubokunda qələbə deyil, hansısa bir pilotun qələbəsidir. Və ola bilər ki, bu il elə McLarenlərdən hansısa bir pilot qələbə qazansın. Və 26-28 fevral tarixlərində Saxirdə test yürüşləri keçirildi. Bu yürüşlərin də fərqli nəticələri oldu. İlk test yarışında Lando Norris sürətli oldu, növbəti test günlərində Carlos Sainz sürətli oldu və maraqlı nəticələr qeydə alındı. Əlbəttə ki, burada əsas nəticə deyil, adından da qeyd olunduğu kimi test yürüşləridir bunlar. Yəni burada məqsəd maşının özünü müxtəlif vəziyyətlərdə necə aparması, sazlanmaların tapılmasıdır. Yəni həmçinin də əsas məqsəd mövsümə də hazırlıqdır. Bu il mən deyərdim ki, son illərdə heç mən xatırlamıram. Yəni ümumiyyətlə son illərdə ümumiyyətlə xatırlamıram ki, birdən-birə 6 pilot üçün tam bir çempionat olsun. Yəni tam bir çempionat 6 pilot üçün. Düzdür, onların ikisi Liam Lawson, Berman, üçü daha doğrusu Colapinto iştirak ediblər müəyyən yarışlarda, ancaq tam mövsüm keçirməyiblər. Ona görə də onları da debutant adlandırmaq olar. Və bu baxımdan 6 nəfər var ki, bilinmir onlar özlərini necə aparacaqlar. Yəni bu da bildiyiniz kimi pelotonda cəmi 20 sürücü var. Onun 6-sı o deməkdir ki, yəni 30% deməkdir. Yəni 30%, yəni pelotonun 30% debutantdır. Ona görə də müəyyən mənada bu da proqnoz verilməsində çətinliklər yaradır. Həm də o test yürüşləri ilə bağlı. Sözsüz ki, komandalarda bu pilotları yoxlayırlar. Pilotlar özləri Formula 1-i yoxlayırlar ki, Formula 1 nə olan şeydir. Biri var Formula 2, Formula 3, bir də var Formula 1. Çoxları üçün misal Bəhreyn trası birinci idi. Çoxları üçün Avstraliya Grand Prix'si birinci olacaq. Yəni dünyanın bir tərəfindən o biri tərəfinə getmək bəziləri üçün yenilik kimi görünür. Yəni bu baxımdan sözsüz ki, bunların olması test yürüşlərinin əhəmiyyətini hər zaman olduğu kimi yenə də aparırdı. Ancaq hər il olduğu kimi yenə də əsas pilotlar, yəni ümumiyyətlə pilotlar bir qədər gileylənirlər ki, bu qədər məşq olmaz. Yəni təsəvvür edin ki, əgər biz götürsək basketbolu, futbolu, xokkey, tennisi və digər idman növlərini, orada ən azı heç olmasa bir aylıq sınaq olur, məşq olur, təlim-məşq toplanışları olur. Sonra mövsüm başlayır. Formula 1-də isə belə bir şey yoxdur. Təsəvvür edin ki, cəmi bir həftənin ərzində, həftənin sonlarında başlayırlar və bu müddət ərzində vurduqları dövrələrin də sayı maksimum 100-150 arasında belə təqribən olur. Yəni bu müddət ərzində sən bütün mövsümə hazırlaşırsan. Düzdür, fiziki cəhətdən hazırlaşmaq üçün imkanlar var. Yəni trenajör zallarında və başqa yerlərdə. Ancaq Formula 1 pilotunun əsas işi maşınladır. Yəni o sükan arxasında əyləşəndə bilir ki, nə var, nə yox. Yəni bu baxımdan
bu günlər yəni azdır. Elə misal üçün Fernando Alonso özü də gileylənirdi ki, yəni çox az bir məşq olur test sürüşləri, yəni az məşq keçirib bilmirik maşın necədir. Yəni yeni maşındır, mühəndislər işləyirlər üzərində. Yəni ona görə də pilotlara az bir vaxt qalır. Və bu baxımdan Avstraliya Grand Prix'si sanki gəlir olur elə Bəhreyndəki sınaq yürüşlərində davamı kimi. Müəyyən qədər orada da pilotlar çalışacaqlar ki, hardasa sazlanmalarda tapsınlar. Yəni ilk sərbəst yürüşlərdə biz yəni ki bunu görəcəyik. Test yürüşlərinin davamı kimi görəcəyik. Yəni belə. Yəni Bəhreyndəki olan nəticələrə heç vaxt biz əhəmiyyət vermirik, verməyəcəyik də böyük bir əhəmiyyəti yoxdur. Düzdür, müəyyən qədər hardasa görmək mümkündür ki, yəni hansı komanda özünü necə aparır. Yəni biz adi televizor qarşısında baxırıq. Orada mütəxəssislər var ki, maşına belə gözlə baxdıqda artıq bilirlər ki, hansı dəyişikliklər var, nə var, hansı maşın hansı səviyyədədir. Ona görə də nüfuzlu ekspertlərin özlərinin fikirləri var ki, hansı komanda güclüdür, hansı maşın güclüdür, hansı maşın nəyə qadirdir yeni mövsümdə. Maraqlıdır ki, test yürüşlərində Max Verstappen də öz fikirlərini bölüşdü. Adətən ötən mövsümdə çox gileylənirdisə, bu dəfə nisbətən az gileyləndi və bildirdi ki, bu test yürüşlərində olan nəticələr bizim gözlədiyimiz kimi idi. Bəli, Max Verstappen ümumiyyətlə yəni nə etməlidir, gileylənməlidir. Həqiqətən də görür ki, onun maşını idarə etdiyi maşın bu gün pelotonda yəni lider deyil, sürətli deyil. Arada 2 il var idi ki, Red Bull həqiqətən də çox güclü idi. Max çətinlik çəkmədən çempion olurdu. Keçən il çox çətinliklə də olmasa, ancaq müəyyən qədər artıq təzyiq hiss elədi ki, arxadan güclü komandalar gəlir və ona görə də elə komanda şəklində Red Bull 3-cü oldu. Yəni bu onu göstərir ki, Red Bull pelotonda nə birincidir, nə ikincidir, hətta bəzi hallarda dördüncüdür. Ona görə də Max'ın məsəl üçün keçənki çempionluğun dəyəri ondan əvvəlki 2 çempionluqla müqayisədə daha çoxdur, daha yüksəkdir. Çünki əsl elə bir pilot kimi çıxış edərək burada qələbə qazanmışdı, göstərmişdi ustalığını. Gileylənməyə gəldikdə Max onsuz da çox vaxt gileylənir. Ona görə də mənə elə gəlir bu il az gileylənmənin səbəbi odur ki, bəlkə də gileylənib artıq, yəni limiti də bitib, onun giley limiti də bitib. Ancaq o gileylənməsə də atası misal üçün gileylənib. Jos Verstappen gileylənir ki, maşın çox zəifdir. Həqiqətən də maşın çox zəifdir və Max'ın da gileylərinin sayı artdıqca, Yosun da bax bu narazılıqlarının sayı artdıqca şayələr də çoxalır ki, Max Verstappen komandadan gedəcək. Böyük ehtimalla, yəni əslində bu müəyyən qədər hardasa ola bilər ki, gözləniləndir. Mercedes ciddi şəkildə maraqlanır. Bəli, Toto Wolff uzun müddət ki, Max Verstappen deyib durur. Və buna qədər də Mercedesə qədər də qışda söz-söhbət gəzirdi ki, 100 milyona yaxın Aston Martin, hətta ondan da çox verməyə hazırdır. Yəni milyardlara gedib çıxır, milyarda yaxınlaşırdı müqavilənin şərtləri. Və Aston Martin də yəni Adrian Newey-ni gətiribsə, ciddi şəkildə maliyyə yatırım edirsə, ona görə də biz gözləyə bilərik ki, Max Verstappen Aston Martin-ə getsin. Yəni bu baxımdan ola bilər ki, gələn bu ilin sonlarına yaxın, yaydan başlayaraq Max'ın arxasınca böyük bir ov olsun. Yəni bu da bir auksiondur, bu da Verstappen xeyrinədir ki, yəni orada yəqin ki, ona edilən təkliflər gündən-günə çoxalacaq, artacaq. Bolidlər də yenidir və sizin qeyd elədiyiniz kimi mövsümdən etibarən yeni pilotların bolidlərə öyrəşməsi çətin olacaq. Hələ üstəgəl yeni bolidlərsə. Bayaq qeyd etdiyimin də əlavə olaraq və daha geniş, açıq şəkildə deyim ki, yəni bu gün baxsaq biz pelotondakı vəziyyətə bir aşkar lider var və bir də aşkar outsider var. Lider, aşkar lider McLaren komandasıdır. Aşkar outsider isə Kik Zauber komandasıdır. Yəni ki, Zauber həddindən artıq zəifdir. Keçək sonraya. McLaren güclüdür, ancaq McLaren'də pilotların, belə deyim də, bir-birinə qarşı münasibətləri o qədər də yaxşı olmaya bilər. Elə o vaxt Lewis Hamilton'la Fernando Alonso rəqabəti necə var idisə McLaren'də, bu il biz bunu yenidən görə bilərik. Çünki keçən ilin də ortalarında hardasa bunun cücərtiləri, işartıları var idi. Piastri ilə Norris'in bir-biri ilə yola getməməsi, yəni Piastri elə bir pilotdur ki, heç vaxt barışmaq istəməyəcək ki, o ikinci olsun. Norris də bunu sübut eləməlidir ki, birincidir. Ona görə də müəyyən müddət onlar arasında ciddi rəqabət getdi. Sonradan artıq komanda başa düşdü, müəyyən qədər hardasa Piastri dedi ki, bu il eybi yox, sən müəyyən qədər güzəştələrək komanda yoldaşına gələni tamamilə olacaq. Komanda daxilində nə söhbət olub, onu heç kim bilmir.
Və mən güman edirəm ki, bu il belə bir şey olmamalıdır. Yəni komandanın daxilində ciddi rəqabət olacaq və bu rəqabət müəyyən qədər digərlərinə kömək edə bilər. Yəni ümumilikdə bir komanda halında əlbəttə ki, McLarenin çempionluğundan şübhə yoxdur. Ancaq hansı pilotun, hansı komandanın, hansı pilotun çempion olacağı bu müəyyən qədər sual doğurur. Və bu rəqabət, Piastri, Norris rəqabəti digərlərinə müəyyən şanslar verər. Onlardan da biri Max Verstappendir ki, bu fürsətdən istifadə edib, sabitlik nümayiş etdirsə, xallar qazansa, ümumi sıralamada yenə də çempionluq ondan mübarizə McLarenə aparmalıdır. yenidən qayıtmaq istəyərdim ki, ötən mövsüm Macarıstan Grand Prix-sində yaşananlar əgər olmasaydı, o zaman fərqli bir mövsüm görə bilərikmi? Və ya Yox, çempion. mən inanmıram. İnanmıram ki, həmin hadisə olmasaydı başqa bir şey görə bilərdik. Yəni Norrisdə hələ ki, keçən ilin Norrisində, yəni mən bu ildən deyə bilmərəm, keçən ilin Norrisində hələlik çempionluq belə deyək, bir xüsusiyyəti, xarakteristikası, xarizması yoxdur. Xarizması bəlkə də var, xüsusiyyəti yoxdur, yəni keyfiyyəti yoxdur. Bu il ola bilər ki, mənim dediklərimi, başqalarının dediklərini əksini sübuta yetirsin Lando Norris. Pis pilot deyil. Ancaq güman edirəm ki, o Max Verstappen'dən qat-qat zəifdir. Yəni bu baxımdan Macaristanda əgər bir şey həmin hadisə olmasaydı, heç güman eləmirəm ki, nəsə bir böyük bir dəyişiklik olacaqdı. Yəni ümumi sıralamada buna mən inanmıram. Bu il şansı həddindən artıq çoxdur, çünki komanda keçən il məsəl üçün ortadan sonra başlamışdılar, Max'ı çox buraxmışdılar irəli. Max'ın o vaxta qədər səhv eləmirəmsə artıq 7 qələbəsi var idi. İndi artıq əvvəlcədən elə bir gərgin mübarizə gedəcək. Ona görə də sıralamada elə lider də ola bilər müəyyən müddətdə, çempionatın müəyyən hissəsində. Bu da ona qol-qanad verə bilər, daha özünə inamla çıxış eləyə bilər, daha əminliklə çıxış eləyə bilər və nəticələri də arta bilər. Yəni bütün bunlar hamısı mümkündür. McLaren'də ola bilər bunlar. Və Ferrari bu il Və necə? əlbəttə ki, Ferrari'dən danışsaq, bildiyimiz kimi, yəni bunu Formula 1 həvəskarları bilirlər. Lewis Hamilton gəlib Charles Leclerc ilə komanda yoldaşıdır. Burada Deyirlər ki, bu il o ildir. Bəli, bu il ola bilər ki, Lewis Hamilton çempion olsun. Nəyə görə deyəcəm səbəbini. Elə necə ki Max Verstappen'in haqqında dediklərimi Hamiltona da aid edə bilərəm. Çünki başları qarışa bilər Norrislə Piastrinin bir-birinə mübarizəsinə. Bu fürsətdən də elə Hamilton kimi bir ustad sürücü də istifadə edə bilər. Çünki təcrübə var. Mercedes-də keçən il o cür maşında göstərdiyi performanslardan da hiss olunurdu ki, hələ də zəifləməyib, yəni yaş hələ ki ona təsir eləmir ciddi şəkildə. Ona görə də Ferrari komandası, Ferrari maşını əlbəttə ki keçənki Mercedes-dən güclüdür. Bu baxımdan müəyyən yarışlarda artıq mərhələ qazanmağa da ideal olacaq, əsas namizəd olacaq və bütün bunların da hamısının toplanışında biz Lewis Hamilton'ı da çempionluğun mübarizəsində görə bilərik. Məncə birinci növbədə hələ o öz komanda yoldaşını üstələməlidir Charles Leclerc. Yəni bu olmalıdır. Bundan sonra biz görə bilərik ki, Lewis Hamilton artıq çempionluğun mübarizəsi aparır. Yəni eyni sözləri McLaren haqqında söylədiyimiz sözləri eyni ilə Ferrari haqqında da deyə bilərik. Nə üçün? Çünki bax burada da daxildə mübarizə gedə bilər. Yəni inanmıram ki, Leclerc də barışsın ikinci pilot olmasıyla. Komanda pilotu olması ilə əlbəttə ki, barışa bilər. Yəni bir komanda pilotu olsun. Ancaq ki, birdən-birə neçə illərdir Ferrari'dədir və kənardan Hamilton gəlir, onun yerinə göz tikir. Yəni liderlik mövqeyinə göz tikir. Bu yaxınlarda bir açıqlama da vermişdi ki, deyirlər ki, sən Hamilton'ın kölgəsində qalmısan. O da deyir ki, kölgədə qalmaq mənim üçün problem deyil, özümə fokuslanacağam. Bəli. Yəni ki, istəməyəcək. Yəni ambisiyalı sürücü də. Formula 1-də sürücü ambisiyasız olduqda o sürücü yadda qalmır. Heç nə ilə yadda qalmır. Formula 1-də görə ambisiyan olsun. Misal üçün neçə illər biz Barrichello'nu gördük, sonra Bottas'ı gördük. Bunlar hamısı ambisiyasız ancaq komandaya işləyən, elə Perez'in özündə. Komandaya işləyən sürücülər olub ki, yəni ki, sıradan bir sürücülər də heç vaxt tarixdə ciddi şəkildə yadda qalmayacaqlar. Əgər adi bir sürücü olub pul qazanmağı istəyirsə, Leclerc barışa bilər. Ancaq yox, Formula 1-də nəsə bir ad qoymaq istəyir. Özdə xüsusilə Ferrari kimi bir komandada. Yəni sonuncu dəfə 2007-ci ildə Ferrari sürücüsü çempion olub. Ondan sonra çempionluğu yoxdur. Yəni bu nə qədər edir? 18 il edir artıq. 18 il ərzində çempionluğu yoxdur. Yəni çempion olmaq üçün bu cür gözəl şans var, sənin gözəl şansın var. Ferrari'də, İtaliyada, Monaco'dan sonra özün İtaliya ilə sərhəd demək olar ki, həm sərhəddi biraz getdikdən sonra İtaliyada orada sənin ölkənin bayraqlarının rəngi də qırmızı aldı demək olar ki, Ferrari'nin 50%-nə bərabərdir. Yəni bütün bunlar hamısı xəbər verir ki, sən çempion ola bilərsən və adını tarixə yazdıra bilərsən. Ferrari'də çempion olmaqla Mercedes-də çempion olmaq arasında ciddi şəkildə fərq var. Ferrari'də çempion olmaqla Red Bull'da çempion olmaq arasında böyük fərq var. Çünki Ferrari məlum məsələdir ki, Formula 1-in yəni əsası öz əyidir, gözüdür.
Yəni bu baxımdan əlbəttə ki, Leclerc bununla barışmaz və barışmayacaqdır. Eyni zamanda Hamilton üçün də 8-ci çempionluğunu Ferrari ilə qazanması xüsusi olardı, elə rekordu da qırmış olardı Ferrari-də. Bəli, əlbəttə ki, o da istəyəcək 8-ci çempionluq olsun, tarixdə tək olsun 8 çempion qazanan bir sürücü kimi. Həm də bunu elədiyi təqdirdə, yəni belə bu tərəfdən deyək də, Verstappen ardıcıl çempionluqlarının qarşısını da ala bilər. Çünki bu il Verstappen çempion olsa, ardıcıl 5-ci çempionluqdur. Bunu tarixdə bir nəfər bacarıb, o da Michael Schumacherdir. Və tarixdə də Michael Schumacherdən savayı 7 dəfə çempion olan yoxdur, ondan çox da olan yoxdur. Hamilton da bunu artıra bilər. Yəni bu il biz ya yeni rekord görə bilərik, ya da rekordun təkrarlanmasını da görə bilərik. Yəni bütün bunlar hamısı intriqa qatan bir şeydir Formula 1 çempionatına. Ona görə də biz səbirsizliklə gözləyirik. Sağlam Radio 93 FM-də Offside-ı dinləyirsiniz. Reklam və musiqi fasiləmiz olacaq. Daha sonra buradayıq Offside-da. Dalğan dəyişməyin. Ian Carey'nin ifasında Red Light, qırmızı işıq dinlədik. Sağlam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir. Siyavuş Əliyev bugün qonağımızdır. Və Siyavuş müəllim, yeni mövsümdən etibarən yeni dizaynlarda təqdim olunub. Fevralın axırından etibarən maraqlıdır. Hər hansısa bir dizayn varmı ki, sizin üçün xüsusi olaraq bəyənirsiniz bu il? Əslində belə deyək, yəni maşınların görkəmi, quruluşunda belə ciddi bir şey yox, dəyişiklik yoxdur. Sadəcə olaraq rənglər dəyişilib, rənglərdə dəyişiklik var. Yəni bildiyimiz kimi Formula 1-də maşını elə qururlar ki, orada hər bir şeydən, yəni hər bir belə deyək də qramdan istifadə edirlər. Yəni necə deyək, maşının çəkisinə görə. Yəni bu çox böyük bir önəm kəsb edir. Yəni bu baxımdan əlbəttə ki, ikinci tərəfə keçir artıq onun dizaynı, dizayn məsələsi, yəni rəngi məsələsi, çalar məsələsi, bütün bunlar hamısı sonrakı hissədə. Əsas əlbəttə ki, o mühəndisin maşının sürətli olması üçün qurduğu o bütün o strukturdur. Və bu baxımdan müəyyən qədər məsəl üçün komandalar keçən çalışırdılar ki, rənglərdən az istifadə eləsinlər. Biz qara rəng görürdük məsəl üçün çoxunda. Ancaq bu il biraz azalıb sanki. Yəni görünən odur ki, biraz açıq rənglər daha çox başlayıb, məsəl üstünlük görürük ağ rənglərdə, daha açıq rənglərdə. Yəni ümumilikdə əlbəttə ki, Formula 1 maşınlarının əksəriyyəti qəşəngdir. Yəni belə götürəndə. Yəni xüsusilə də Ferrari qəşəngdir, McLaren'in rəngi qəşəngdir. Düzdür, Mercedes-in rəngi son illər düzdür, odur müəyyən qədər qəşəngliyi var. Mercedes-də biraz ağ rəng qatıblar. Bəli, ağ rəng qatıblar. Yəni yenə deyirəm, açıq rəngləri biraz artırıblar bu il. Yəni keçən illər misal üçün yenə deyirəm, istifadə edirlər ki, biraz tünd rəngləmirdilər. Yəni rəngsiz bir hissədən istifadə edirlərsə, bu il müəyyən qədər görürük ki, dəyişikliklər var. Sözsüz ki, elə komandalar var ki, onların ənənələri var. Yəni biz Ferrari-ni həmişə qırmızı görmüşük, alışmışıq, qırmızı da görəcəyik. Amma Ferrari-nin yuxarı hissəsində bir ağ rəngdə səhv eləmirəm. İndi ağ rəngdədir, keçən mavi rəngdə idi. Deyəsən heç uyğun getməyən bir rəng var idi. Bəli, əlavə ediblər. Amma baxmayaraq ki, rəng tonu gözəldir. Bu ilki məsələn ötən mövsümdən daha gözəldir. Bəli, sözsüz ki, rəng tonu bir qədər dəyişilib. Sözsüz bütün bunlar hamısı əlbəttə ki, zövq məsələsidir. Yəni ki, elə maşın ola bilər ki, elə bolid ola bilər ki, onun rəngi daha qəşəng olsun, kiminsə xoşuna gəlsin, ola bilər ki, kiminsə xoşuna gəlməsin. Sözsüz ki, yenə deyirəm, yəni pilotona sən yuxarıdan baxanda birinci növbədə dərhal ki bilirsən ki, Ferrari hansıdır, Ferrari nədir. Düzdür, və vaxt var idi, müəyyən qədər hardasa Alfa Romeo ilə görürsün ki, ayırmaq mümkün deyildi. İndi xoşbəxtlikdən elə bir şey yoxdur. Yəni Alpin rəngini tez-tez biliyorsun dəyişir. Olur belə şeylər ki, Zauberin rəngi yəni dəyişilir. Məsələn, RBN Racing Bullsun rəngi dəyişilir. Bütün bunlar rənglərini dəyişirlər. Ancaq ənənəvi o Formula 1-də olan komandalar var ki, onlar adətən rənglərini dəyişmirlər. Tanınan bir komandalardır. Yəni bu baxımdan məsəl üçün görürük ki, elə Williams hələ neçə illərdir göydür. Yəni bilirsən ki, Williams göydür. Yəni bu baxımdan mən dizaynda və quruluşda hər hansı bir ciddi dəyişiklik görmürəm. Ciddi dəyişikliklər əlbəttə ki, gələn olacaq. Yenə deyirəm 2026-cı ildə. Çünki orada çox şey dəyişməlidir və biz tamamilə gələn fərqli bir maşınlar görə bilərik. Və Formula 1 pilotlarına bir nəzər salsaq, o zaman əsas diqqət mərkəzində olan 2025-ci ildən etibarən Sergio Perezi görməməyimizdir. Buna görə Formula 1 itirdimi? Formula 1 itirməyib. Formula 1 ümumilikdə biz itirməmişik. Formula 1 ola bilər ki, itirib. Nəyə görə? Çünki
Sergio Perez böyük bir bazarın nümayəndəsi idi, Meksika bazarının nümayəndəsi idi. Hətta keçən baxmayaraq ki, avqust ayından artıq məlum idi ki, Perez gedir, hətta ondan da biraz tez məlum idi. Meksika Grand Prix-nin promotorları xahiş minnət eləmişdilər ki, elan eləməyək. Yəni ki, bilet satışı ilə bağlı. Yəni bütün bunlar Formula 1-in özünə müəyyən qədər təsir edir. Ancaq başqa bir tərəfi var. Red Bullun özünə də təsir edir. Əlbəttə ki, Perez pul gətirirdi. Ancaq ki, başqa bir tərəfi var. Burada Formula 1 neçə illərdir ki, vəziyyətdən çıxmağı bacarır. Yəni bazarda. Yəni həqiqətən də son illərdə misal üçün götürsək biz ciddi iqtisadi böhranlar olub, yəni o böhranlardan çıxıb. Pandemiya olub. Yəni ki, məlum olduğu kimi bu elə nəinki iqtisadi, hər bir şahədə böhrandır. 2009-cu ildə böyük bir avtomobil böhranı var idi məsəl üçün. Yəni bütün bu böhranlara baxmayaraq Formula 1 vəziyyətdən çıxıb. Yəni mən başlayanda Formula 1-ə baxmağa siqaretin reklamları idi komandaların üzərində. Ondan sonra yadımdan çıxıb dəqiq deyə bilmərəm nə reklamı oldu, dəyişildi. Sonra məsəl üçün içkilərin reklamı var idi. Sonra energetik içkilər gəldi bazara. Onların reklamı müəyyən qədər müəyyən reklam. İndi də kripto birjalar məsəl üçün Formula 1 bazarındadır. Artıq biz bir neçə komandada kripto birja görürük. Sonra belə deyim də kompüter texnologiyası, yeni texnologiyaların reklamlarını görürük. Yəni elə HP-nin özünün Red Bull-la müqavilə imzalamasını qeyd etmək mümkündür. Yəni əməliyyat sistemlərinin müqavilə imzalanması. Yəni mən o sahədə güclü deyiləm, ancaq bilirəm ki, onlar bazardadırlar. Yəni Formula 1-in bazarındadılar. Yəni itirən əslində burada Formula 1 də o qədər də itirmir. Sadəcə olaraq Meksika Grand Prix-nin promotorları müəyyən qədər itirirlər Sergio Perezin yoxluğundan. Yəni bu şəksizdir, şübhəsizdir, çünki böyük bir ölkə idi, əhalisi də çox idi və Perezə görə yarışı izləyənlərin sayı çox idi. Tək ora yox. Yəni Meksikanın azarkeşləri, Perezin azarkeşləri biraz sərhəddi keçib Austin Grand Prix-sinə də gedirdilər Amerika Birləşmiş Ştatlarına. Yəni əslində müəyyən qədər onlar da itirirlər. Bütün bunlar hamısı bilet satışına təsir edə bilər, ancaq inanmıram ki, boş yer olsun. Çünki son illərdə Formula 1-də demək olar ki, heç bir yarışda boş yer görmürük, ancaq bizim Grand Prix-imizdə görürük. Azərbaycan Grand Prix-sində. Son vaxtlarda bir məlumat oxumuşdum ki, Las Vegasda əslində biletlərin çox baha olmasından şikayətlənirdilər və ola bilsin ki... Ancaq onlar bir neçə qatını çıxardırlar digərləri ilə müqayisədə. Çünki bilet həddindən artıq bahadır orada. Milyona yaxın biletlər var ki, $1 milyon. Düzdür, onun içində onu avtomobildə hədiyyə edirlər. Həmin o bilet alan insanlara. Ancaq istənilən halda yəni Azərbaycan Grand Prix-sində biz müəyyən qədər boşluqlar görürük. Hətta yəni digər yerlərdə Avropada ümumiyyətlə biz boş yer görə bilmərik. Amerikada keçirilən Grand Prix-lərdə boş yerlər görə bilmirik. Yaponiyadakı Grand Prix-də, Avstraliyada indi görəcəyik biz həftə sonu. Hər ildən ilə rekordlar artır gündən-günə. Britaniya Grand Prix-sinin özündə, yəni Avropanı sadaladım. Yəni hər il tamaşaçıların sayı gündən-günə artır və buna görə də Formula 1 itirmir. Formula 1 rentabelli bir sahədir. Yəni bunu Liberty Media'nın hesabatlarında da biz görürük ki, aldıqları vaxtla indiki vaxt arasında Formula 1-in ümumi dəyəri nə qədər də qalxıb. Hətta ola bilər ki, indi görsələr sərf edirlər, ola bilər ki, onu da satsınlar daha yaxşı qiymətə. Yəni Formula 1-in qiyməti öz yerində qalır, hətta gündən-günə də artır. Perezin gedişi heç bir şey verməyəcək. Yəni heç bir itkisi yoxdur. Yəni deyirəm, ambisiyası var idi, ancaq ki, yadda qalan bir sürücü olmadı. Yadda onunla qala bildik, qala bilər ki, 4 il bundan qabaq ki, o Verstappen çempionluğunda Hamiltonun qarşısını kəsdi. Yəni bu ilə qala bilər. Formula 1-də böhran dönəmindən danışdınız və həmin dönəmi geridə qoysaq, səhv eləmirəmsə 2021-ci ildən etibarən Muhammed Ben Sulayem, bəli, FIA-nın prezidentidir və belə bir söhbət gəzir ki, Suzy Wolff yeni prezident olacaq. Bəli. Ola bilər Suzy Wolff olsun və yeni prezident. Ərindən soruşublar ki, mən bilmirəm, xəbərim yoxdur Toto Wolffdan. Yəni biz deyə bilmərik. Təsəvvür edin ki, evdə onun həyat yoldaşı deyir ki, mənim belə bir şeydən xəbərim yoxdur. Yəni ona görə də bu mənada biz hansısa bir cavabı dəqiq verə bilmərik. O ki qaldı Ben Sulayemə, mən sadəcə onu bildirim ki, FIA-nın prezidenti olmaq önəmli bir vəzifə deyil. Yəni Formula 1-də önəmli bir vəzifə deyil. Onun heç demək olar ki, böyük bir sözü də yoxdur. Düzdür, müəyyən qədər əlbəttə ki, sözünün hardasa məsləhət kimi qulaq asa bilərlər. Ancaq söz sahibi deyil FIA Formula 1-də. Formula 1-in özünün rəhbərliyi var. Sadəcə Sulayemin müəyyən qədər hardasa bugün nüfuzlu olmasının da səbəbi və yaxud da onun sözünə hardasa Liberty Media'nın qulaq asmasının da səbəbi odur ki, son illərdə Formula 1-ə ərəb regionları gəlir, ərəb ölkələri gəlir. Artıq
4 ərəb ölkəsində keçirilir. Yəni vaxtilə heç yox idi. 4 ərəb ölkəsində keçirilir. Hələ Səudiyyə istəyir ki, 2 dəfə keçirtsin. Bu da ola bilər. Çünki Ciddən yaxınlığında böyük bir ultra müasir şəhər tikilir. O şəhər salınandan sonra böyük ehtimalla orada Formula 1 Bunu olacaq. pilotlar üsyan eləyər. Yox, pilotların pulları verilir, pilotların maaşları artır, üsyan eləməyəcəklər. Nəyə görə də üsyan eləməlidirlər? Yəni il ərzində günəş görməyən pilotlar da gedirlər, heç olmasa qışda günəş görürlər. Yəni onların da bir eyni açılır. Yəni heç bir problem, yəni pilotlar üsyan eləməyəcəklər. Amma pilotların üsyan eləməsinin səbəbi odur ki, yəni bizim müəyyən qədər maaşımızı artırın. Yəni onların işi budur. Sergio Perez barədə danışdıq və onun əvəzinə gələn Liam Lawsondan növbəti mövsümdən etibarən nə gözləyə bilərik? Danışımızın əvvəlində də mən qeyd etdim. Bu il debütantların sayı həddindən artıq çoxdur. Onlardan da biri Liam Lawsondur. Yəni tam mövsümlük bir debutant adlandırmaq olar. Çünki keçən il bir-iki yarışda, bir neçə yarışda olub. Ancaq ki birinci dəfədir ki mövsümün əvvəlindən o Formula 1-dədir. Liam Lawson haqqında onu söyləmək olar. Yəni sözsüz ki Max Verstappenlə bacarmaq çətin məsələdir bir komandada. Yəni o böyük bir imtahan qarşısındadır, sınaq qarşısındadır. Başqa bir tərəfi var məsələn ki, Liam Lawson keçən il özünü çox yaxşı tərəfdən göstərdi. Ona şans verildi. Lawson bu şansdan istifadə elədi. Yəni nüfuzlu, belə deyək də, hörmətli pilotlardan, veteran pilotlardan çəkinmədi, qorxmadı. Bəlkə də hardasa müəyyən qədər bəlkə də buna hörmətsizlik saymaq olar. Ancaq sən əgər orada çıxıb yarışırsansa, orada mübarizə aparırsan, yəni heç kimə hörmət eləyəsi deyilsən. Lawson da özünü bu tərəfdən yaxşı göstərdi, mübariz olduğunu nümayiş etdirdi. Lawsonun bir də üstünlüyü ondan ibarətdir ki, yəni Lawson lap tutaq ki, əgər indi Red Bullda onun işə alınmasa, düzdür, komandanın əsas Verstappen üzərində işləyir. Maşın demək olar ki, Verstappen üçün çalışır. Yəni Lawson inanmıram ki, yəni onun yaxınlığına belə çata bilsin. Çünki çətin olacaq bunu eləmək, baxmayaraq ki, Red Bull maşınıdır. Ancaq istənilən halda yeri də belə deyək də təhlükəli deyil. Çünki təkcə orada Tsunoda var ki, tutaq ki Lawsona nəsə olsa, yaxşı çıxış eləməsə, Lawson gələcək yerinə, o da gedəcək racingə. Yəni Formula 1-də o demək olar ki, yerini itirməyəcək. Yəni bu baxımdan bir qədər arxayın, özünə inamlı şəkildə mübarizə aparmaq olar. Mənə elə gəlir ki, Lawson bunu edəcək. Çünki Perezlə müqayisə etdikdə Lawson Formula 1-ə daha çox lazımdır. Çünki gəncdir. Ambisiyası çoxdur, mübarizə aparmağı xoşlayır, heç nədən çəkinmir. Onun üçün hər şey yenidir, təzədir və qalib olmağa cəhd edəcək. Yəni bu da müəyyən qədər əlbəttə ki, yarışlarda marağı artırmalıdır. Bəlkə bu növbəti deyəcəyim məsələ biraz xarakterlərdən də asılıdır pilotların. Max Verstappenin ilk vaxtlarda debüt elədiyi zamanlarda ona olan münasibət və indi yeni pilotlara olan münasibət arasında o fərqi hiss eləyirsinizmi ki, indi daha çox dəstək var. Nəinki o vaxtda Max Verstappen üzərində təsir çox idi. Əslində yox, inanmıram ki, dəstəklərdə müəyyən qədər fərq olsun. Bəlkə də hətta mən deyərdim ki, indi dəstək hardasa azdır. Çünki belə hamı belə düşünür ki, elə bunu da qeyd etmək lazımdır ki, məsələn Jack Doohan birinci namizəddir ki, kənarlaşdırılacaq komandadan. Çünki Colapinto gəlib, onun üçüncü pilot kimi böyük ehtimalla Colapinto-nu qoyacaqlar. Yəni deməyim odur ki, yəni əvvəl də elə, indi də eyni dəstəkdir. Hətta mən deyərdim ki, bəlkə də Verstappen dövründə daha çox konservativ bir Formula 1 var idi. Çünki pilotu tez-tez dəyişmirdilər. Ancaq son illərdə biz görürük ki, mövsümün gedişatında pilotun dəyişdirilməsi prosesi gedir. Əvvəllər bunu çox nadir hallarda gördük. Yəni əgər pilot başlamışdısa çempionata, o nəticələr necə olursa olsun, yəni lap katastrofik olmasaydı, faciəvi olmasaydı, onda heç onu dəyişmirdilər. Ancaq son bir neçə ildir ki, bu var. Görürük ki, elə pilotları nəticələrinə görə tez-tez dəyişirlər. Xüsusilə də Red Bullda biz bunu görürük ki, yəni böyük komandadan kiçik komandaya atırlar, kiçik komandadan böyük komandaya atırlar. Yəni alınmadısa ümumiyyətlə, yəni öz akademiyalarından, öz sistemlərindən demək olar ki, uzaqlaşdırırlar. Həm də məsəl üçün bu Isaac Həcər, o da debütantdır bu il. Yəni Red Bullun yetirməsidir. Yəni o var, Colapinto var, Lawson var, Doohan var. Yəni bütün bu Börman keçən il misal üçün xal qazanan sürücüdür. Yəni Ferrari inanmıram ki, ondan vaz keçsin.
Yəni o da bu il çempionatdadır. Yəni Ferrari gözünü tikib nə vaxtsa o Börmanı gətirsin əsas komandaya. Bütün bu bunlar müəyyən qədər hardasa göstərir ki, dəstək var. Ancaq yenə də qeyd edim, o mövsümün ortasındakı işdən çıxarılma, yəni komanda uzaqlaşdırma onu göstərir ki, fərq elə də ciddi deyil. Yəni əvvəlki tutaq ki, əvvəl dəstək yox idi, indi dəstək var. Yox, elə bir şey yoxdur. Elə bir şey yoxdur. Demək olar ki, eyni şəkildədir. Hər şey pilotun özündən asılıdır. Hər şey özündən asılıdır ki, necə özünü göstərəcəksən. Pilotlarla bağlı son məsələyə də toxunacaq. Bu gün elə rəsmən açıqlandı ki, Oscar Piastri ilə müqavilənin müddəti uzadıldı. Uzun müddətli oldu ki, 2026-cı ildə müqaviləsinin müddəti bitəcəkdi və yeni anlaşma uzun müddətlidir. Hələ tam açıqlanmayıb müddəti, lakin bir uzun müddət McLaren-də qalacaq. Əlbəttə ki, McLaren neçə illərdir perspektivə işləyir. Yəni səbirlə komanda belə bir maşın düzəldib, sürətli bir maşın düzəldib və sürətli bir maşın düzəltdiyinə görə də əlbəttə ki, komandaya yaxşı da pilot lazım. Yaxşı da pilot lazım. Biri Lando Norris'dir, biri də Oscar Piastri. Hətta Piastri elə bir sürücüdür ki, onun üçün mübarizə apardılar, gətirdilər McLarenə və belə bir pilotu əldən vermək olmaz. Çünki bütün ekspertlər, bütün mütəxəssislər hamısı görür ki, bugün pelotonda 3-4 güclü sürücü varsa, onlardan biri Oscar Piastridir. Həqiqətən də çox güclüdür. Sadəcə olaraq bu ilin də özünü sübuta yetirməlidir. Mən hətta deyərdim ki, Piastri bu il çempionluğa əsas namizədlərdən biridir. Və bu baxımdan Piastri ilə müqavilənin artırılması əlbəttə ki, anlaşılan bir şeydir. McLaren o cür sürücünü əldən verməz və Piastri də öz layiq olduğu müqavilənin şərtləri ilə yeniləyib. Onun müqaviləsinin bəndində var idi o məsələ. Yəni müqaviləsində var idi elə bir bənd və həmin bənddən istifadə etdilər. Menecerlərlə komanda və müqavilənin müddəti uzadıldı. Yəni bu gözlənilən bir şeydir. Yəni Piastri kimi bir sürücü, yenə deyim, ələ düşən bir sürücü deyil. Ona görə də hamı gözləyirdi ki, Piastri ilə müqavilə artırılsın və artırıldı da. Digər məsəl üçün Piastri səviyyəsində hansı sürücünün biz adını çəkə bilərik ki, McLaren ona göz dikə bilər. Yəni inanmıram ki, bu il komanda elə bir bolid yaradıb ki, gedib həddindən artıq pul versin, misal üçün gətirsin Verstappeni komanda. Eləməz bunu. Özünün sürücüləri var və komandadakı ab-havanı qorumaq üçün həm bu sürücülərini qorumalıdır, həm də onların müqaviləsini əlbəttə ki, əl gəzdirməlidir ki, bunu da edib. Yəni bu gözlənilən bir şey. Sağlam Radio 93 FM-də Offside dinləyirsiniz. Musiqi və reklam fasiləsinə ayrılacaq. Daha sonra buradayıq Offside-da. Dalğan dəyişməyin. Siyahış bəy, əsas diqqət mərkəzində olan məsələlərdən biri artıq Adrian Newey'nin Aston Martin-də işə başlaması idi ki, bir illik fasilədə idi və artıq bu ildən Aston Martin-dədir. Və gözlənilir ki, 2026-cı ildən əsas işi göz önündə olsun. Bəli, bir ay ərzində, 2 ay ərzində, hətta 5 ay ərzində Formula 1-də nəsə eləmək çox çətin məsələdir. Yəni bu kimliyinə asılı olmayaraq, Adrian Newey olmur, kim olur olsun. Yəni bunu eləmək, yəni komandanı, o cür komandanı, o cür maşını gəlib birdən-birə lider eləmək çox çətin məsələdir. Yəni bayaq biz verilişimizin əvvəlində o komandaları saydıq, birinci ilə və sonuncunu qeyd etdik. Məsələn, birinci McLaren'dir, sonuncu Kik Zauber'dir. Sonrakı yerlərə əgər nəzər salsaq, nəyə görə bilərik? Ona görə bilərik ki, misal üçün son 2 ildə, daha doğrusu bundan 2023-cü ildə müəyyən qədər pelotonda hardasa 2-ci, 3-cü, 4-cü maşın olan Aston Martin keçən il gerilədi. Hətta orta sıralardan da geri düşdü. Bu il bir qədər də geriləyib. Yəni Bəhreyndəki testlər bundan xəbər verir ki, Aston Martin çox zəifdir. Hətta ola bilər ki, pelotonda 9-cu maşın olsun. Yəni Kik Zauber'dən biraz sürətli. Ona görə də indi təsəvvür edin ki, Adrian Newey'nin nə qədər çətin işi var. Yəni bu yerdən 9-cu yerdən 9-cu güclü sürətli maşını gətirib yuxarı çıxarmaq lazımdır. Və onu da qeyd etmək lazımdır ki, Formula 1-də bildiyiniz kimi inqilab eləmək üçün, inkişaf eləmək üçün, nəsə dəyişiklik eləmək üçün müəyyən büdcə var. O büdcədən keçib çıxa bilməzsən. Yəni istədiyin qədər pul xərclə maşını güclü elə, bu mümkün deyil. Ona görə də müəyyən qədər bu da çətinliklə törədir. Yəni Aston Martin mənə elə gəlir ki, bu ili qurban verir. Yəni 2025-ci ili tam qurban verir və komanda tam olaraq bütün gücünü hamısını yönəldir 2026-cı ilə. 2026-cı ildə çempion olmağa. Çünki gələn çox şeylər dəyişəcək. Reqlament dəyişir, texniki reqlament dəyişir. Hər bir şey, çox şeylər dəyişir. Ona görə də bu il məsrəf edib
əlavə xərclər edib nəsə, yəni belə deyim də, bir 2-3 aylıq nəsə uğur qazanmaqdansa, tam artıq yeni maşın üzərində işləmək olar ki, bax yeni mövsüm üçün, yeni çempionat üçün nəsə əldə etmək mümkün olsun. Adrian Newey-nin əlbəttə ki, istedadına heç kim şübhə ilə yanaşmır. Sadəcə olaraq insanın vaxtı yoxdur, resurslar yoxdur ki, bu il komandada nəsə eləsin. Adrian Newey bir 19 il bundan əvvəl Red Bulla keçəndə yaş fərqi də var idi. İndi 66 yaşı var. Həmin dövrdə 47 yaşındaydı və eyni nəticəni çempion edəcək komandanı görə biləcəyi Aston Martin-lə. Heç nəsə söyləmək çox çətin məsələdir. Çünki nə qədər olursa olsun, yəni Adrian Newey olmur, kim olursa olsun, yenə deyirəm. Yəni başqa komandalarda da güclü mühəndislər var. Onlar da işləyirlər. Yəni bir nəfər deyil, çoxdur. Yəni bu gün demək olar ki, idmanın bütün sahələrində süni intellektdən istifadə edilir. Formula 1-dəki texnologiyaların belə ən çox toplaşdığı idman növlərindən biridir. Yəni Adrian Newey-nin başı, beyni nə qədər işləyirsə onu heç kim deyə bilməz. Ancaq bu şəxs istedad olduğunu, Formula 1-in belə deyim də, bütün tarixi ərzində bəlkə də ən güclü beyinlərdən biri olduğunu nümayiş etdirib və inanıram ki, mən gələn il Aston Martinə yaxşı bir bolid hazırlayacaq. Çünki lazımdır. Aston Martin o qədər əziyyət çəkir, o qədər pul sərf edir onun rəhbəri Lawrence Stroll. Yəni mən özüm də istəyərdim ki, Alonso heç olmasa karyerasının sonunda nəsə bir şey eləsin, sonra getsin. Yəni ona görə də böyük yaxşı bir maşın lazımdır. Yəni bu ilkindən heç nə gözləmirəm. Açığı heç mənə elə gəlir ki, heç kim heç nə gözləmir Aston Martindən. Müəyyən hardasa hansısa bir yarışlarda, hansısa bir mərhələlərdə nəsə görə bilər Aston Martin. Ancaq ümumilikdə Aston Martin bu il üçün çox zəifdir. Bütün diqqət gəlirlədir. Yəni nəsə söyləmək də çətindir. Və 2026-cı ildən etibarən Cadillac gələcək pelotona bu avtomobil barədə bolid barədə fikirləriniz. Yəni Aston Martin haqqında təsəvvür edirsiniz ki, bircə Newey gəlib nəsə söyləmək çətindir. Təsəvvür edin ki, bir dənə ümumiyyətlə bir komanda gəlir. Yəni ki, Cadillac adında komanda gəlir. Düzdür, Andretti kimi orada böyük bir təcrübəyə malik insan var. Ancaq nə olursa olsun, yeni bir komandanın hansı səviyyədə olduğunu söyləmək çətin məsələdir, müşkül məsələdir. Ancaq ümumilikdə Formula 1-in bəzəyini artıracaq, komandaların sayı çox olacaq, yəni maşın sayı çoxdursa daha maraqlı olmalıdır. Həm də bir böyük bazardır. Siyaj müəllim, təşəkkür edirəm. Bugün bizə ayrılan vaxt başa çatır və maraqlı söhbətiniz üçün təşəkkürlər və inanıram ki, Formula 1 sevirlər üçün də maraqlı bir mövzu oldu. İnşallah. Çox sağ olun. Bir saat ərzində Offside dinlədiniz. Sizinlə sabaha qədər sağollaşıram. Sabah saat 3-də Sağlam Radio 93 FM-də Offside düşməyi unutmayın. Hələlik.